أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم اعلموا أنما الحياة الدنيا لعب ولهو وزينة وتفاخر بينكم وتكاثر في الأموال والأولاد إلى آخر الآية. صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat zikriye. Sallallahu Muhammed. Cin faracaha. Bu günlər, yəni Rəbiül Əvvəl ayının 8-i Səfər ayından sonra Rəbiül Əvvəl ayı gəlir. Rəbiül Əvvəl ayının 8-i 11-ci imamımız Həzrət İmam Həsən Əskəri əleyhissalamın şəhadət günüdür. O Həzrətin cəmi 28 yaşı var idi ki, dünyasını dəyişdi, şəhadətə yetişdi. İmam Həsən Əskəri əleyhissalamın imamət müddəti 6 il olub. Yəni 22 yaşında imamət məqamına yetişib, 28 yaşında dünyasını dəyişib, şəhadətə yetişib. Həzrəti İmam Həsən Əskəri əleyhissalamın atası Əliyyən Nəqi əleyhissalamdır. Hər ikisinin, yəni həm atasının, həm özünün mübarək qəbri Samirradadır. İraq ölkəsinin Samirra şəhərində yerləşir. İmamların içərisində, 11 imamın içərisində ömründə bir dəfə də həcc ziyarətini eləməyən yeganə insan, yeganə İmam Həsən Əskəri əleyhissalam olub. Yəni həcc ziyarəti ona nəsib olmayıb. Həcc ziyarətini eləyə bilməyib. Müvəffəq olmayıb ona. Həzrəti İmam Həsən Əskərinin ləqəblərindən biri də Əskəridir. Ona görə ki, onu xüsusi əskərlərin nəzarətində saxlayırdılar. Şiyələri gedib ondan görüşə bilməsin, ondan söhbətləşə bilməsin, ona sual verib cavab ala bilməsinlər və bunun qarşısını almaq üçün Həzrəti xüsusi yerdə, xüsusi şəraitdə saxlayırdılar. Doğulduğu yer, baxmayaraq ki, Mədinə şəhəri idi, amma sonradan elə gəldi Samirrada da dünyasını dəyişib, mübarək qəbri də o şəhərdədir və indi də həmin yerdə gedənlər bilir, Samirra şəhərində 2 imamımızın, yəni İmam Həsən Əskəri əleyhissalamın və atası İmam Əliyyən Nəqi əleyhissalamın hər ikisinin qəbri şərifi oradadır. Və Allahın və izzətinə, əzəmətinə o Həzrətin və bütün məsum Əhl-i Beyt imamlarının dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə şamil eləsin inşallah. Həzrətin doğum günü isə təsadüf eləyir, yenə də Rəbiüs-Sani əvvəl ayının, Rəbiüs-Sani, yəni bu aydan sonra gələn ayın 8-inə, bəzi rəvayətlərə görə isə 10-una təsadüf eləyir. O da hicrətin ili ilə hesablasaq, hicrətin 232-ci ilində o Həzrət dünyaya gəlib, hicrətin 260-cı ilində şəhadətə yetişib, Rəbiül Əvvəl ayının 8-də, yəni bu gündə Həzrət şəhadətə yetişib. Amma əvvəldə oxuduğumuz ayəyə gəlincə, çox dolğun, çox dərin, çox əhatəli ayələrdən biridir. Bəzən insan, düzdür, bütün ayələr dolğundur, bütün ayələr genişdir. Bir halda ki, ayələrin təfsirləri var, onlarla bəzi hallarda 100 cildə qədər təfsir kitabları qeyd olunub, yazılıb, ayələrin şərhində, təfsirində, izahında. Bu ayələrin hər birinin dərin mənaları var. Quran-ı Kərimin Həzrəti Baqir əleyhissalamın
5-ci imamımızın sözü ilə desək, zahiruhu əniq, batinuhu amiq. Qur'anın gözəli, üzü, zahiri gözəldir, xoşagəlimlidir, amma batili dərindir, çox dərindir. Batinuhu amiq, çox dərindir. Ona görə əzizlər, Quran-ı Kərimin mənası, izahı nə qədər əhatəli olsa, nə qədər geniş olsa, nə qədər o barədə müxtəlif əsərlər yazılsa, bir o qədər daha çox fayda verər cəmiyyətə. Bizim oxuduğumuz ayə Quran-ı Kərimdə Hədid surəsidir. Hədid surəsinin 20-ci ayəsidir. Hədid dəmir deməkdir, dəmir. Allah Teala orada dəmirin xüsusiyyətindən danışdı və dəmiri necə insanların əlində ram elədi və s. və ilaxır. Mən o barədə danışmaq istəmirəm. Bu surənin adı dəmir adlandırıldı. Bu surənin 20-ci ayəsində Allah Teala buyurur: İ'ləmu ennəməl hayatud dunya la'ibun və ləhv. Bilin, bilin. Allah insanlara deyir, insanlar bilin. Agah olun. Dünya həyatı la'ibun və ləhv. Oyun, oyuncaqdır. Dünya həyatı belədir. Görərsəni 3 nəfər, 5 nəfər uşaqlar oynayar həyətdə, küçədə. Oynayarlar, oyuncaq düzəldirlər özlərinə. Yeri nişanlayarlar, xəttiyərlər, bura mənim, bura sənin. Uşaqlar biraz meyillidir axı oynamağa. Həmin o oyunu Allah bütün bəşəriyyətə təqdim eləyir, misal kimi çatdırır. Deyir, uşağın oyunu, oyuncağı nə idi? Görsən, dünyada kiçik bir əşya. Budur, uşaq oynayır səhərdən axşama kimi. Elə ki, axşam çağırıldı evə, axşam evə çağırılanda oyun pozuldu, pozulmadı. Onun üçün heç bir əhəmiyyət kəsb eləmir. Amma oyun əsnasında o uşaqlar bir-birindən küsürlər, bir-birindən inciyirlər. Bu onun sahəsinə girdi, o bunun sahəsinə girdi. Bu onun oyunun pozsa, o bunun oyunun pozsa, bir-biri ilə düşmən olarlar sanki. Vuruşarlar, incilik yaranar, savaşarlar, dalaşarlar. Amma axşam ki gəldi, bunlar evə getməlidirlər. O oyunun bunlar üçün heç bir əhəmiyyəti olmayacaq. Elə bəzən gəlib özləri tapdalayıb keçib gedirlər. Niyə? Çünki oyun vaxtı qutardı. Dünyanı Allah Teala oyun oyuncağa buna görə bənzədir. Deyir, bilirsiniz dünya həyatı niyə oyun oyuncaqdır? Çünki sən nə qədər çağırılmamısan, sənin nə qədər adın çıxmayıb, filan kəs sənsən, gəl, o zamana qədər dünyanın üzərində savaşırsan, dalaşırsan, küsürsən, barışırsan, inciyirsən, şadlanırsan, sevinç içərisində qərq olursan, dünyanın bir balaca kədəri bütün ruhuvu əhatə edir, qəm, kədər bürüyür səni. Kədərlənirsən, xoş günün olmur, şad günün olmur. Elə bir kəlmə soruşurlar səndən, o qədər kədər içindəsən, heç özündə olmursan. Bax, buna görə dünya oyundur, bunu bil. Bunu bil, sənin adın çağrılandan sonra bu dünyada yığdıqların, o sərvətlərin heç birinin sənin üçün əhəmiyyət olmayacaq. Sən elə bilirsən ki, dünya gözəldir. Sən elə bilirsən ki, bu dünyada yığacam, saxlayacam, tikəcəm, ucaldacam. Bu dünya mənim hər şeyimdir. Qalacağım yerdir. Həzrəti Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurur, xeyr, bu dünyada sən qalmayacaqsan. Dünya bənzəyir bir dənə körpüyə ki, o körpünün üzərindən sən keçib getməlisən. Bu körpünün üzərindən sən keçib gedəcəksən. İ'ləmu ennəməl hayatud dunya la'ibun və ləhv. Bilin, dünya oyun, oyuncaqdır. Və zinətun, və zinətdir. İnsanların gözündə bir cilvələnir, bir zinətə çevrilib. Və təfaxurun beynəkum. Bir-birinizin arasında qarşılıqlı fəxr eləmək ünvanıdır, yeridir. Məsələn, birinin bir
yaraşığı var, birinin bir mülkü var, birinin bir üstünlüyü var. Onunla qarşısındakının müqabilində fəxr edir, öyünür. Bir-birinizin qarşısında öyüd yeridir, öyünmək yeridir. Öyünəcəksiniz, mən beləyəm, sən beləsən, mən filan kəsəm, sən filan kəssən. Mənim məqamım var, şanım var, şöhrətim var, varım var, dövlətim var. Və təkâthurun fil əmvali vəl övlad. Mal, dövlət və övladları çoxaltmaq ünvanıdır. Yığır insan, yığır. Allah bizim bu xeyriyyə cəmiyyətimizi bərəkət versin. Allah o işdə zəhmət çəkənlər, hansı ki, kimlərinsə yanında özlərini pis eləyirlər, pis olurlar. Kimlərəsə bir söz deyəndə görürsən, o sözə görə kiminsə xətrinə dəyir. Bu cəmiyyət üçün olunan yaxşı işlərdir və bunun nəyi pisdir ki? Bunun nəyi insanlara zərərdir ki? Bunun bir faydası var da, bunun bir xeyri var, bunun bir gözəlliyi var. Görürsən, insan var, keçir oradan səhərdən axşama kimi yolla, o tərəfə, bu tərəfə. Sən də bir dəstək yolda. Nə gözəl olar, gəlib bu yoldan bir 5 nəfərlə keçəndə, gedəndə, deyəsən ki, mənim də bu yolda, məsələn, bir 5-6 kvadrat mən də iş görmüşəm. Mən də bir 10 kvadrat burada iş görmüşəm. Bax, burada mənim də zəhmətim var. Təsəvvür elə nə qədər insanlar gedəcək, neçə illər davam eləyəcək. Bunun əslində özü pis bir iş deyil ki, bir yaxşı işlə, gördüyü bir gözəl bir işlə insan qürurlana, deyə ki, bəli, nə gözəl iş görmüşəm. İlahi, şükür sənə, amma şükür eləyə. Fəxr eləyib özün ucaltmaya başqalarının gözündə, yox. İnsanların qarşısında riyakarlıq qəsdi ilə bunu deməyə. Bunu deyə Allaha şükür eləyə, ilahi, şükür sənə ki, mənim vasitəmlə də bu yaxşı işlərdən biri və yaxud da bir neçəsi görüldü. İlahi, şükür olsun sənə ki, filan kəs məktəbə gedəcək, onun övladı var, uşağı var. Bu gün sabah məktəb başlayacaq, onun imkanı yoxdur. Mən getdim, şükür sənə ki, sən mənə yetirdin, mən getdim onun üçün bir ayaqqabı aldım, bir paltar aldım, bir libas aldım, bir məktəb ləvazimat aldım. İlahi, şükür sənə ki, bu uğuru mənə qazandırdın. İnandırım, sizi əmin eləyim ki, milyardı olan insanlar var ki, bunları eləyə bilmir, müvəffəq ola bilmirlər. Əgər sənin deməm, mən niyə eləməliyəm, filan kəsin var idi o eləsin. Vallahi, Allaha acıq gedər bu. Allah səni məhrum eləyər bundan. Elə bir vəziyyətə salar ki, sənin milyonun olar, olar. Amma yaxşı bir yolda, yaxşı bir işdə xərcləməyə bir manatın belə nəsib olmaz. Və qiyamət günü gələrsən məhşərə, əlin boş, üzün qara. İlahi, rəhm elə. Deyir, rəhm eləməyənə rəhm olunmaz. Bu ilahi bir qanundur. İlahi bir qaydadır. Rəhm eləməyənə rəhm olunmaz. Həzrəti Peyğəmbər sallallahu buyurdu. Bir nəfər böyük bir günah eləmişdi. Özü də insafsızcasına o günah eləmişdi. Gəldi Həzrəti Peyğəmbər sallallahu yanına. Dedi, mən bu haram eləmişəm, bu günah eləmişəm. Hətta övladın diri-diri torpağa gömmüşdü, bastırmışdı. Həmin o şəxs idi. Peyğəmbər sallallahu gəldi bunu etiraf edəndən sonra Həzrət buyurdu, dedi, heç narahat olmadım. Dedi, sonuncuda biraz narahat oldum. O da elə bir faciə ilə danışdı ki, Həzrətin göz yaşı saqqalını islatdı. O qədər kədərli, o qədər ağrılı, o qədər acılı bir hal idi. Həmən şəxs bunları danışandan sonra Həzrəti Peyğəmbər sallallahu buyurdu. Buyurdu, rəhm eləməyənə rəhm olunmaz. Əlivi üz desən, əlivi üz. Sən bilirsən nə boyda qəbahət eləmişsən. İnsafsızcasına. Bir var günah eləyəsən, səhv eləyəsən, bir var onu həddindən artıq pis şəkildə eləyəsən. Çobud şəkildə eləyəsən. İnsafsızcasına, qəddarcasına eləyəsən. Bu qəddarcasına olunan işlər həm insanın mənəviyyatını, ruhun qaraldar, qəlbin möhürləyər, həm də ki, Allah insanı yaxşı iş görməkdən məhrum edər.
İstəyərsən eləyəsən, eləyə bilmirsən. Bəzən insan elə günahları olur, elə xətaları olur, istəyir elə bir dənə iş görsün, eləyə bilmir, alındıra bilmir. Bir proqram cızsın özü üçün ki, mən bu işi görəcəm sabahdan, ya bu gündən. Bir gün, 2 gün sonra getdi. Getdi, niyə getdi? Çünki insan kamilləşdirə bilməyib ruhunu. İnsan məhrumiyyətlə üzləşib. İnsanın elədiyi o günahlar, elədiyi o xətalar, elədiyi o yanlışlıqlar insanı məhrum edir. İndi sən xoş sənin halı var ki, gələsən, baxasan bir xeyir işə, deyəsən, burada mənim də zəhmətim var. İlahi şükür sənə. Baxıb görəsən bir kimsəsiz, bir imkansız bir şəxs, yaxşı, gözəl geyinib gedir, sən eləmsən onu, amma heç kim bilmir. Desin, ilahi şükür ki, mən bu şəxsə bu cür kömək eləyə bildim. Şükür elə. İnsanın var-dövlət istəməsi, arzu eləməsi bu yöndə dünyaya aldanması deyil. Əbu Yafur var, İbn Əbu Yafur, Həzrət İmam Sadiq əleyhissalamın səhabələrindən biri olur. Günlərin bir günü gəlir İmam Sadiq əleyhissalamın yanına, deyir, ağacan, siz dünyadan bu qədər danışırsınız, istəyirsiniz də dünyaya inanmayın, aldanmayın, oyun oyuncaqdır. Dünya insanlar üçün əbədi qalacaq yer deyil. Dünyaya qəzəbli olun biraz, dünyaya yox deyə bilin. İnsan dünyaya biraz yox deyə bilsin. Məsələn, haramdır, çağırıb səni, yox deyə bilmir, getmə də, haramdır, iştirak edirsən. Və yaxud da haram bir işə dəvət olunmusan sən, haram bir yerdə dəvət olunmusan, dəvət alınmışsan, biri qeybət eləyir, qeybətə qulaq asmağa səni dəvət edir. Biri sənə başqa bir, üzr istəyirəm, bir haram bir yerdə səni istəyir çağıra, orada əyləşdirə, söhbətləşə səndən, filan eləyə, sən bir yox deyə bil də, çünki bu sən gedə bilməməlisən də, elə yerdə olmamalısan. Sən insansan, səni Allah yaradıb, uca yaradıb, səni Allah təqdir eləyir, Allah istəyir ki, sən haramdan biraz çəkinəsən də, bu Allah bəyənmir də bunu. İndi mən yalandan deyim, hə, yaxşıdır, gedin, yox, mən bunu deməyəcəm. Allah bunu bəyənmir və haramdır, günahdır və günah da necədir, nə formadır, Rəbbin qarşısında günahdır. Allah qarşısında günah bir iş görürsən. Allah Taala'nın qarşısında sən üsyan elədin. Günah o deməkdir ki, Allahın əmrindən çıxdın, ona itaətsizlik göstərdin. Bu, şəriətin təyin elədiyi günahın tərifidir. Günahın qaydası budur. Amma insan bir yox deyə bilməsə ona, insan bir dur deyə bilməsə ona, özünə, ya əslində o deyəndə söhbət insanın özündən gedir, öz nəfsindən. Bir saxla, gözə deyə saxla, qulağa deyə saxla, ələ deyə saxla, ay əl, day, az oğurluq elə başqasının malına. Ay göz, az bax harama. Ay dil, az danış haram. İnsanların abrını aparma. Bəsdir bu qədər dedin. Bəsdir. Özdə bilirsə Allah Taala necə yaradıb. Gözü də bir fərqli yaradıb. Ağzı da bir, dili də bir fərqli yaradıb. Quran-ı Kərimdə bir surədə Allah Taala buyurur, Ələm nəcəlləhu əyneyn, biz insana bir cüt görən göz vermədiyimi? Bir cüt. Deyirlər, bir cüt yəni, bir, iki. Bu 2 dənə deyil, bir cüt. Əslində bu 2 dənə deyil. Bu 2 dənə bir insanın bu gözləridir, ikinci isə insanın mənəviyyat, qəlbinin gözüdür. Deyir, Allah bilirsiniz nəyə görə Allah xüsusi şəkildə diqqəti çəkir bu göz məsələsinə. Və lisanən və şəfətəyin. Və sizə bir dil, 2 dodaq vermədiyimi? Bir cüt görən göz, bir dil, 2 dodaq vermədiyimi? Hə, bu nə deməkdir, ilahi? Hə, verdim. Sonra? Hə, buna görə şükür eləyəm, şükür sənə. Deyir, yox. Sən bunların özünə məxsus şükrü var. O bilirsiniz nədir, əzizlər? Allah göz verib sənə. Gözü idarə eləyə bilməsin. Bir dənə də qapaq verib, deyir, bu qapağı bağla. Qapağı bağla. Gördün ki, bu göz çıxıb sənin nəzarətindən, sənə qulaq asmır. Mən sənə bir dənə də köməkçi qapaq vermişəm, göz qapağı. Bağla.
Bu sənin ixtiyarındadır da. Bu qapaq ki sənin ixtiyarındadır. Gözü açandan sonra ixtiyarında deyilsə də bu göz, amma qapaq sənin ixtiyarındadır. Onu sənə vermişim. İstədiyin vaxt yumursan, bağlayırsan. Və lisanən və şəfətəyn və sənə dil vermişik və 2 dənə də dodaq vermişik. Bu dil gördün ki, dinc qalmır, danışır, sakitləşdirə bilmirsən. Elə istəyirsən, adam var da görürsən elə, ha istəyərsən bağlayasan, ha istəyərsən elə fırradar, gətirər, o söhbəti gətirər, salar bir dənə bir problemli məsələni qabardar, gətirər səni də salar o günahın içərisinə. Deyir, ay qardaş, ay insan, ay bəndəm, ay mənim əziz bəndəm, hansı ki səni yaradanda mən özümlə fəxr elədim. Bu dili verdim sənə, bilirəm bu dillə sən bacara bilməyəcəksən. Çünki buraxmısan da başlı başına. Əvvəldən buraxmısan başlı başına. Görərsən bir balaca bir ağac yerdə bitəndə, kiçik bir ağac, əlvi atarsan, çıxardarsan, atarsan. Gücün çatır da. Amma təsəvvür elə bir 50 ildən sonra, 30 ildən sonra o ağac böyüyər, onu sən kəssin də onu kökün təmizləyə bilməzsən. Kök atıb bütün yerin hər tərəfini əhatə eləyib. Bu dili sən vaxtında qarşısını almamısan, bu heç. İndi görürsən ki, kök atıb, əhatə eləyib, nə gəldi danışır, deyir və lisanən və şəfətəyn. 2 dənə də dodaq vermişəm axı sizə. Bu nemətdir, bu dodaq nemətdir. Bu təkcə danışmaq üçün müəyyən hərflərin məxrəci rolunu oynamır bu dodaq. Həm də o dili gizlədir. Gördün ki, o dil dinc qalmır, dili həbs eləsən, saxla. Və lisanən və şəfətəyn. Sonra buyurur və hədəynahun nəcideyn və sizə 2 yolu göstərmədiyimi, haqq və batil yolları sizə göstərmədiyimi. Fələq təhməl əqabə. Çox təəssüf. İnsan həmin o ələkdən keçə bilmədi. Həmin o yoldan keçə bilmədi. Həmin o əsas yola gedib çıxa bilmədi. İbn Əbu Yafur deyir, gəldim İmam Sadiq əleyhissalamın yanına, ağa əyləşmişdi. Dedim, ağa, bu dünyadan bu qədər danışırsınız, dünyaya qarşı kədərli ol, qəzəbli ol, üzr istəyirəm. Dünya belədir. Həzrəti Əli əleyhissalam buyurdu, mən dünyaya 3 dəfə təlaq verdim. Yəni, dünyadan 3 dəfə imtina elədim. Bunun mənası budur ki, mən heç vaxt bu dünyaya bağlanmaram, bu dünyaya aldanmaram. Bəs biz elə deyilik axı. Elə bu qədər danışırsınız, başqa sözlə desək, indi mən bunu öz sözümlə deyirəm, öz sözümüzlə deyirəm. O belə demir, o belə mədəni şəkildə dedi. O, lor dildə, sadə dildə desək, dedi, axı biz belə deyilik, biz dünyaya, elə danışmaq sizə qalıb. Elə siz danışırsınız dünya belə, biz elə bağlanırıq dünyaya. Ay Allah, mənə var ver, ay Allah, mənə dövlət ver, ay Allah, mənə pul ver, ay Allah, mənə qızıl ver, ay Allah, evimi qaldırım, ay Allah, maşınımı dəyişim, ay Allah, filanı filan edeyim. Ay Allah, filan borclarımı verim, zaman var idi, insan deyirdi, 1 manatım olsaydı filan eləyərdim. İndi o 1 manat 1000 manatı keçib, o 1000 manat 10.000'i keçib, o 10.000 100.000'i keçib. Amma insanın nəfsi doymur. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə deyir, insan təpədən dırnağa sən arzu diləksən, nəfsində doyumsuz, nəfsin doymur sənin, fəqət eşqində mələksən. Amma eşqin bir mələkdir. Sən nəfsində doyumsuzsan, insan nəfsin önə çəksə, o bütün dünyanı əldə eləsə, yenə də doymayacaq, yenə də azdır. Çünki alimlər deyiblər, dünya dəniz suyuna bənzəyir, içdikcə insanın susuzluğu çoxalar. İndi Əbu Yafur deyir, ağacan, siz belə danışırsınız dünyadan, dünya belədir, məzəmmət eləyirsiniz dünyanı. Dünyaya qarşı kinli olun, qəzəbli olun. Amma biz elə deyilik axı, biz elə ola bilmirik. Ənna lənuhibbud dünya. Amma biz dünyanı sevirik. Biz dünyanı sevirik. Görün, İmam Sadiq əleyhissalam demədi, sizin işiniz qutarıb, keçib. Belə demədi. Ağa, dünyanın mahiyyətin əslində insana dünyaya baxışı nizamlandırdı. Demədi, dünya pisdir. İmam demək istədi ki, dünya gözəldir əslində. Sənin baxışın dünyaya nisbət nizamlanmalıdır. Sən görə bilməlisən dünyanı.
Sən bilməlisən ki, dünya oyun oyuncaqdır və dünyada ömrünü oyuna fəda eləməməlisən. Həzrət buyurdu ki, siz dünyadan bu qədər istəklər istəyirsiniz, arzular əldə edirsiniz. Burada məqsədiniz nədir? İmam soruşdu İbn Əbu Ya'fura. Dedi, sənin məqsədin nədir? Sizin məqsədiniz, dünyanı sevirsinizsə, bu məqsədiniz, məramınız nədir? Bu sevgidən, bu dünya pərəstlikdən, yəni dünyanı istəyirsiniz. Burada məqsədiniz nədir? Nə eləmək istəyirsiniz? Deyir, qult ətəzəvvəc minha və əhudcu və unfiq alə iyali. Əbu Ya'fur deyir, mən dedim, ağacan, mənim dünyada var dövlət istəməyimdə məqsədim budur. Biraz pul toplayım, ailə qurum, evlənim. Evlənim. Allah bütün subaylarımıza salih və salihə həyat yoldaşları nəsib eləsin. Övlad arzusunda olanlara salih və salihə övladlar nəsib eləsin. Xüsusən müşkil olanlar var, çətinlikdə, dard olanlar var. Allah onların da problemlərini həll eləsin. Bütün xəstələrimizə, xüsusən ağır xəstələrə şəfa-i acil kəramət eləsin inşallah. Bir, mənim məqsədim budur ki, biraz pul toplayayım, evlənim, ailəm olsun. Və əhudcu. Və sonra gedim, pulum olsun, gedim həcc ziyarətinə. Həcc ziyarət edeyim. İmama deyirəm, imama bu sözü deyir. Bəziləri var, deyirlər ki, həcc eləyincə filan elə. Görürsən, həcc olanda yol asfalt yada düşür. Həcc olanda kiminsə borcun vermək yada düşür. Həcc olanda bir yetimə əl tutmaq yada düşür. İndi bu Kərbəla həcc ziyarəti olmasaydı, bu yetim elə heç nəsiz qalacaqdı. Yaxşıdır ki, bu Kərbəla var, yaxşı ki, bu həcc var ki, sənin də yadıva düşür. Mənə deyəsən ki, ged o həccə gedincə, Kərbəlaya gedincə, ged o kimsə sizə kömək elə. Yaxşıdır ki, sənə bu səlahiyyəti Allah Taala verib ki, bu elan verib ki, bu vaxtlar zaman çatanda sən də bu möminlərə denən ki, həcc eləyincə get filan elə. Sənin işin odur da, deməli sən eləmirsən, o bir dünya dahilərindən biri deyir, qeyri-müsəlmandır, səhv eləmirəmsə Mahatma Gandhi deyir. Deyir, iş görənlər görür, görməyənlər danışır. İş görən işi ilə məşğuldur, onun vaxtı yoxdur ki, durub, oturub söhbət eləsin, danışsın, yol göstərsin. Onun işi iş görməkdir. Vəzifəsin iş görmək kimi görür. Amma vəzifə işi olmayanlar, bekar qalanlar danışır. İş görənlərə yol göstər, bunu belə elə, onu elə, bunu elə. Dedi, ağa, mən pul istəyirəm Allahdan, var dövlət istəyirəm ki, ailə quram və əhudcu və həcc ziyarət eləyəm. Gedəm mən də həcc ziyarətinə. Mənim də varım dövlətim olsun, gedim həcc ziyarət eləyim. Və unfiqu alə iyali və öz ailəmə həmin o sərvətdən, o puldan, o vardan, dövlətdən öz ailəmə xərcləyim, onların problemlərini, çətinliklərini həll edeyim. Məqsədim ancaq budur. Və unilu ixvani və öz qardaşlarımın dadına çatım. Qardaşlarım fizioloji qardaş yox. Qardaşlarım, yəni imanda, dində olan qardaşlarım. Yəni kasıb dostlarım, tanışlarım, ətrafında və kənarda olan, imkansız olan əzizlərimizə kömək edeyim. Kəndçimə məsələn kömək edeyim. Qonşuma kömək edeyim, tanışıma kömək edeyim. Və ətəsaddaq və sədəqə verin. Allah yolunda xərcləyim. Bunu imama deyəndən sonra imam nə deməli idi? İmam deməlidir, yox, sən düzdür, bu həcci çıx oradan. Həcc eləmə, nə olsun o? Ged məsələn, bir nəfər borclunun borcunu ödə. Bir yaxşı işləri görürsənsə, bunun sezonu yoxdur, bunun mövsümü yoxdur yaxşı işlərin. Bəli, bugün məktəb başlayanda uşaqlara kömək eləyirsənsə, məktəbli uşaqlara, sabah başqa birinə kömək eləyirsən, növbəti gün qarşıva çıxan bir insana kömək eləyirsən, onun sabahsı başqa bir şəxsə kömək eləyirsən, o biri gün bir dərmanı olmayan bir xəstəyə kömək eləyirsən, bunun sezonu yoxdur ki, mən bu ilin, məsələn, filan aya ancaq yaxşı işlər görəcəm. Yox, sənin qarşıva çıxanda bütün yaxşı işlər, sən orada fəstəbiqul xeyrat, Qur'an-ı Kərimdə oxuduğumuz ayədə, yəni
Başqa sözlə desək, Hədid surəsinin 19-cu 20-ci ayəsində buyurdu ki, dünya oyun oyuncaqdan başqa bir şey deyil, bunu bilin. Dünya oyun oyuncaq yeridir, fəxr yeridir. 21-ci ayədə buyurdu ki, Sabiqu ila məğfirətin min rabbikum və tələsün. Rəbbiniz tərəfindən rəhmət və məğfirət əldə eləməyə tələsin. Yəni, yaxşı iş görməklə Allahın rəhmət və məğfirətin qazanın əldə edin. İndi İmam Sadiq əleyhissalama deyir, ağa, mən dünya istəyirəm ona görə ki, varım dövlətim olsun, ailə qurum, evlənim, həcc ziyarətinə gedim və onunla öz ailəmə kömək eləyim, qardaşlarıma, çətinlikdə olanlara yardım eləyim və eyni zamanda sədəqə çıxardım, həmin o puldan sədəqə verim, insanlara yaxşı savab işlər görüm, insanlara kömək eləyim. İmam Sadiq əleyhissalam buyurdu, bu dünya deyil ki, bu dünya deyil, bu dünya pərəstlik deyil. Buyurdu ki, leysə hâzə minəd dünya, hâzə minəl axirə. Bu dünyadan deyil, bu ahirəti istəməkdir elə. Ona görə əzizlər, biz baxışımızı düzəltməliyik, biz niyyətimizi düzəltməliyik. Niyə Allah Teala ibadətlərdə önəmli, başlıca səbəb kimi ibadətlərin özəyi olaraq niyyəti bizə təqdim elədi? Niyyət. Bir niyyət önəmlidir. Məsələn, sən qüsul almaq istəyirsən, girdin hovuza, təsadüfən, girdin, çıxdın, niyyət eləməmişdin, qüsul sayılmır. Amma həmin hovuza sən elə qüsul niyyəti ilə girsin, çıxsın, elə bir dəfə girdin, çıxdın, qusulun yerindədir, qusulun sayılır. Bir dənə niyyət orada, su həmin su, suda bir dəyişiklik olmadı. Hava həmin hava, şərait həmin şərait. Bir dənə sən dedin, eləyirəm ya eləmirəm. Qurbətən ilallah, ilah sənin razılığını əldə eləmək üçün, sənin əmr və itaat eləmək üçün bunu eləyirəm, ya bunu eləmədin. Niyyət eləsin, düzgündür, qusulun niyyət eləməsin yox. Axı, niyə? Səbəb nədir? Su həmin sudur, şərait həmin şəraitdir, yer həmin yerdir, vaxt həmin vaxtdır. Niyə bu qədər fərq eləməlidir axı? Allah demək istəyir ki, sən baxışını, niyyətini düzəltməlisən. Sən niyyətini düzəldəndən sonra sənin zahiri üzvlərin, əzaların o niyyətdən tənzimlənir. O niyyətin vasitəsilə tənzimlənir. Sən bir yerə kömək məqsədi ilə də baxa bilərsən, bir yerə cinayət məqsədi ilə də baxa bilərsən, bir yerə yardım əlvi də uzada bilərsən, eyni yerdə cinayət əlvi də uzada bilərsən. Əl həmin əldir, əl həmin əldir. Bir nəfər var idi, bir oğurluğa keçirdi ki, məsumlardan birinin dönəmi idi. Bir gəldi bir nəfərin evinə pəncərədən daxil olanda. Böyük bir quldurbaşı olur, quldur olur. Gəlir pəncərədən daxil olanda sübh vaxtı olur. Görür ki, evdə bu ayəni oxuyur evdəki şəxs. Həmin o oğurluğa girdiyi evdəki şəxs. Ələm ya'ni lillezina amanu an taxşa'a qulubuhum li zikrillah. Onların çox insanın ruhun titrədən ayələrdəndir. Buyurur ki, ey Peyğəmbər, onlara de, Allahın qorxusundan Allahı zikr eləməklə qəlblərinin titrəmək vaxtı gəlib çatmayıbmı onların?